Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. The pyramids of Egypt are some of the most famous and impressive monuments in the world. Misir piramidaları dünyanın ən məşhur və təsirli abidələrindən biridir. Built thousands of years ago, they were originally tombs for the pharaohs who were the kings of ancient Egypt. Minlərlə əvvəl tikilmiş və onlar əvvəlcə qədim Misirin padşahları olan firavunlar üçün məzarlar idi. The largest and the most famous pyramid is the Great Pyramid of Giza, which was built for Pharaoh Khufu around 4,500 years ago. Bunlar arasında yəni ən böyük və ən məşhur piramida təxminən 4500 il əvvəl Firon Xufu üçün tikilmiş Böyük Giza piramidasıdır. The construction of the pyramids is still a mystery in many ways. Piramidaların tikintisi bir çox cəhətdən hələ də sirr olaraq qalır. Each pyramid was made from millions of limestone and granite blocks, some weighing several tons. Hər bir piramida milyonlarla əhəng daşı və qranit bloklarından hazırlanmışdır. Bəziləri isə bir neçə ton ağırlığında idi. Ancient Egyptians didn't have modern machines, so they have to move the stones using ramps, sledges and human strength. Qədim Misirlilərin müasir maşınları yox idi, ona görə də rampalar, kirşələr və insan gücü ilə daşları hərəkət etdirməli oldular. It's estimated that thousands of workers and skilled engineers worked for decades to complete each pyramid. Minlərlə işçi və ixtisaslı mühəndislərin hər biri piramidanı tamamlamaq üçün 10 illiklərlə ərzində çalışdığı təxmin edilir. Daha sonra the design of pyramids is also fascinating. Piramidaların dizaynı da valeh edicidir. The pyramids were built with precious measurements so that the sides of the base align almost perfectly with the 4 points of the compass, north, south, east and west. Demək, piramidaların dizaynı da valeh edicidir. Piramidalar dəqiq ölçmələrlə tikilmişdir ki, bazanın tərəfləri kompasın 4 nöqtəsi ilə demək olar ki, mükəmməl uyğunlaşdı. Burada şimal, cənub, şərq və qərb. There were narrow passages, chambers and hidden rooms to protect the pharaoh's treasure and belongings. Qeyd olunur ki, burada içəridə, yəni Fironun xəzinəsini və şəxsi əşyalarını qorumaq üçün dar keçidlər, otaqlar və eləcə də gizli otaqlar var idi. Many of the walls were decorated with paintings and inscriptions that showed the pharaoh's life and the beliefs about afterlife. Və burada divarların çoxunun Fironun həyatını və axirət həyatı ilə bağlı inanclarını göstərən rəsm və yazılarla bəzədildiyi qeyd olunur. In the 19th century, tomb raiders found treasures and strange artifacts, but many of the pyramids still remain unopened. 19-cu əsrdə demək raiders, yəni qəbri belə deyək ki, xəzinələr və qəribə artefaktlar tapdı, lakin piramidaların bir çoxu hələ də açılmamış qalır. This strange experience led to stories that the pyramids are surrounded by ancient curses, and some legends even say that anyone who enters without permission may experience bad luck. Bu qəribə təcrübələr piramidaların qədim lənətlərlə əhatə olunduğunu hekayələrinə səbəb oldu və bəzi əfsanələr hətta icazəsiz giriş edən hər kəsin uğursuzluqla üzləşə biləcəyini söyləyirdi. These mystery stories make the pyramids even more fascinating to visitors and researchers. Bu qəribə təcrübələr həmçinin, yəni sirli hekayələr piramidaları ziyarətçilər və tədqiqatçılar üçün daha da valeh edirdi. Despite being more than 4,000 years old, the pyramids remain strong and impressive. 4000 ildən çox olmasına baxmayaraq piramidalar güclü və təsir edici olaraq qalır. They are a reminder of human determination and skill, showing that even without modern technology, people can achieve incredible feats. Onlar insan əzmkarlığını və bacarığını xatırladır. Hətta müasir texnologiya olmasa belə, insanların inanılmaz nailiyyətlər əldə edə biləcəyini göstərir.
The pyramids of Egypt continue to capture the imagination of people everywhere and are considered one of the greatest achievements in human story. Misir piramidaları hər yerdə insanların təxəyyülünü ələ keçirməyə davam edir və bəşər tarixində ən böyük nailiyyətlərdən biri hesab olunur. İndi isə mətnimizlə əlaqəli ilk suala keçid edək. Burada isə decide whether the statements are true or false according to the passage. Yəni mətnə əsasən cümlələrin doğru yoxsa yanlış olduğuna qərar verin deyilir. Birinci cümləmizdə The Great Pyramid of Giza constructed as a burial monument for Pharaoh Khufu is more than 4,000 years ago yazılır. Years old. Yəni böyük piramid olan Giza Faraon, yəni Firon Khufu üçün onun məzarı kimi inşa edilmişdi və hansı ki 4000 ildən çox yaşı var qeyd olunur. Mətnimizdə isə biz bu cümlədə birinci paragrafın son üç cümləsində rast gəlirik ki, hansı ki burada da eyni məlumatı görürük. Demək Firon Khufu üçün tikilib və 4500-dən çox yaşı var deyilir. Ona görə biz birinci cümləni true hesab etmiş olacağıq. İkinci cümləmizdə the pyramid bases were carefully constructed so that each side correspond closely to one of the 4 points of the compass. Yəni burada piramidanın əsaslarının ehtiyatla inşa edildiyi qeyd olunur. Belə ki, yəni hər bir tərəfi kompasın 4 cəhətinə uyğun şəkildə verilmişdir deyilir. Və mətnimizin 3-cü paragrafında biz eynən bu məlumatı görürük. Were built with precious measurements so that the sides of base aligned almost perfectly with 4 points of the compass. Yəni cümlələr eyni mənanı verdiyi üçün ikinci cümləmizdə true hesab olunur. Daha sonra üçüncü cümləmizdə some legends say that entering certain pyramid chambers can be accompanied by unusual phenomena. Yəni bəzi əfsanələrdə deyilir ki, müəyyən piramidalara daxil olmaq qeyri-adi bir fenomenlər tərəfindən də müşahidə oluna bilər. Burada təbii ki, qəribə təcrübələrdən danışılan 4-cü paragrafda qeyd olunur. Hansı ki, burada some legends even say anyone who enters without permission may experience bad luck diye verilmiştir. Daha sonra this strange experience led to stories that the pyramids are surrounded by ancient curses şəklində verilən məlumatımız üçüncü cümlə ilə eyni mənanı kəsb etdiyi üçün biz üçüncü cümləni də true hesab edirik. Dördüncüdə comprehensive studies have ensured that all chambers and the passage in pyramids have been fully explored. Yəni müəyyən tədqiqatlar belə əminliklə göstərir ki, bütün piramidalardakı hər bir hissələr tamamilə aşkara çıxarılmışdır. Ancaq biz mətnimizdəki məlumata əsasən hələ də belə deyək, bir çox piramidalar açılmamış hesab olunur, yəni qalmaqdadır. Unopened verilmişdi 4-cü paragrafın ilk cümləsində. Ona görə biz 4-cü cümləni artıq false hesab etmiş olacağıq. 1, 2, 3-cü cümlələr mətnə əsasən doğru, 3-cü cümləmiz isə səhv götürülür.